İlkinlə psixologiya. Qonaq olaraq Yusif. Mövzumuz Gözəl qızlar və onların çirkin sevgililəri. Salam. Yusif bir dənə ziddiyyətdən qarşılaşdıq. Bu ziddiyyətdəki nədir Yusif? Deməli, İlkin müəllim inanır ki, gözəl qızların yanında çirkin oğlanlar ola bilir, amma ki, çirkin oğlan, gözəl oğlan, yaraşıqlı oğlanlar yanında çirkin qız olmur. Salam, mən qəşəng qızam. Salam, mən də çirkin oğlanam. Demək olar ki, mən bu məsələyə tam belə 100% inanmıram. Ola bilər. Amma şeylər də var, nümunələr də var. Məsələn. Mən bu nümunələrdən bir şey Cillian Murphy nədir onun? Nə? Cillian, bir aktyor var ya. Çəkin qoyarıq. Və bura. Bura qoydum. Mən görmədim. Belə bir sısmasının həyat yoldaşı elə də qəşəng deyil. Həqiqətən deyirəm. Görmüşdüm, Aha. mənim elə yadımda qaldı. Bir nümunə. Başqa. Bu oğlan da Cillian Murphy. Bir. Sonra. Oğlan yaraşıqlı. Başqa yoxdur. Ala sübut. İstisnalar qaydanı pozdu bu. Ha, bəs başqa İlkin müəllim. Başqa oğlan bilmirəm. Bəs necə belə bir fikirdəsiz ki? İlkin müəllim. Siz Mən bir dənə nümunə verdiniz. Bəs necə belə bir fikirdəsiz? Keyfim elə istədi. Yaxşı, belə bir sual. Sən bunu ailə qurmaq cəhətdənmi deyirsən, yoxsa Nə fərq nə eləyir? göstərir? Heç nə. Belə tutdum. Bura sansür qoyarıq. Ay yox. Ay qardaş. Deməyim odur ki, fərq eləmir də ailə qurmaq, sevgililik, flörtdür, Aha. fərq eləmir. Ümumilikdə bu şey məsələsi var, qadınlarda emosional ağıl yaxşıdır, kişilərdə falan ağıl yaxşıdır. Eşitməyibsən onu? Emosional ağıl, ona görə qadınlar daha emosional fikirləşir, kişilər daha emosional Normal fikirdə ağıla olmur. görə demərəm yəqin ki. Məncə o hormonlara görə ola bilər. Nəysə bu məsələni biraz qırağa qoyaq. Tamam. Nəysə mən biraz belə fikirləşirəm. Hansı ki falan qızda belə olur, oğlanlarda belə olur. Optimdə. Amma bir neçə dənə nümunə görürük ki, o nətər olur və qadın qəşəng olur nisbətən. Kişi amma Onun sözü deyirsiz ki, müəllim. düzdür də məsəl üçün Selena Axı. bağışlayın. Selena Gomez'in sevgilisi. Onu bilirsən də. Belə ayağı var it günündə. Ayağına görə insanları yargılayır. Ay kişinin üzü də yaxşı. Bu bir. Aha. Küçədə də görürük də. Nisbətən bəlkə də mənim gözüm bilmirəm onu görmək istəyib, onu görmüşəm elə. Yaraşıqlı olan Kişilər Çirkin. səncə gözəl olmalıdır. nə dəxli? Bu məsələmizə aid sual deyil axı bu. Ola bilər. Kişilərdə də feminin gözəlliyi ola bilər də. Olmalıdır. Olmalıdır, yox, ola bilər də. İkisi də ola bilər. Həm feminin də ola bilər, həm maskulin gözəlliyi də ola bilər də adamda. Kişidə nümunələri vardı da bilmirəm kimi. Görmürsən elə? Görürəm yəqin. Nə bilmirəm. Səncə mənim dodağım kişi dodağıdır? Orqanların bunu sansürlə. Yəni. Amma orqanları çıxma şərtindən digər orqanların cinsiyyəti yoxdur ki. Var. Biz məsələdən çox kənara çıxdıq. Niyə inanmırsan? Nə səbəbə? Axı yaradıcı var. Bu qələmin inanmıram. bu qələmin belə yaradıcısı varsa, ey insan! Sənin nətər yaradıcın yoxdur? Namazım qalıb, olar gedim. Əlbəttə ki, yəni vaxt Çox təşəkkür edirəm. ala mikrofonu Yusifə verirəm Bəli. və deyirəm ki, bu məsələni müdafiə edirəm. Yenə dediyim kimi, Yusif inanmır. Deyir ki, sən 65 deyil, 70% buna inanırsan. Amma mən buna inanmıram. Məncə İlkin müəllim haqlı deyil. Özü də haqlı olmadığını bilir. Amma ki, haqlı olmadığı şeyi savunmaq istəyir. Sübut edir. Çünki Boğazım ağrıdı ya. Hə, bax Yusif yox dedin də niyəsini dedin. Bax məsəl üçün bax burada qeyd eləmişəm uşaqlar. Bellucci adlı bir dənə İtalyan qadın var. Burada yenə şəkli qoyuruq. Aha. Çox qəşəng qadındır, maşallah var. İtalyan qadın Lahaine filmindəki uzun fransız
səhv başqa əsr başqa millətdən ola bilər. Bir dənə uzun çirkin kişidən evlilikləri var. İndi düz boşanıblar. Və burada yazmışam Selena Gomez və onun sevgilisi. Tupoy Selena Gomez'dən. Selena Gomez ona görə Tupoy deyirəm ki, qaqaşın ayağını öpür videoda təzə vaxt olub. Bilirdin bunu? Baxarıq sonra. Düzdür, yazmışam bura. Bu iki cütlüyə görə bu məsələnin Messi öldü deyəsən. Ronaldo. Bu məsələnin düzlüyünü sübut eləmək olmaz. Amma nisbətən nümunə vermək olar. Bəs bu şey düz olsa, hansı ki məşhurlar istisna da, yəni səncə ümumilikdə də qadınlar, qızlar nəyə görə yəni belədir ki? Mən Yəni, girə bilərəm. Sən ümumilikdə bu məsələyə inanırsan? Mən girə bilərəm. Day Sən sübut elə. insanları gözəl və ya çirkin olaraq ayırmağın ilk olaraq düz deyil. Bir də ki, belə bir şey yoxdur ki, insanlar ailə qurmaq olsun və ya bir-birləri ilə tanışmaq olsun bu halda. Gözəllə gözəl, sadəcə nə idi bu? Fərqli. Sadəcə dış görünüş də idi. Xarici görünüş. Xeyr, sadəcə xarici görünüşə görə deyil ki, ailə qurmaq olsun, münasibətlər olsun. Və sən niyə sadəcə bu çöl görünüşdən, bəlkə qəlbi təmizdir onların, niyə belə deyirsən? Bəlkə varlıdırlar, bəlkə Bəlkə nə? bəlkə Birinci bunu deyirəm. Buyur. Deyirik xarici görünüş belə münasibətdir ki, əlbəttə ki, bir müddətdən sonra xarici görünüş insanlar vecdənmir. Bu düz məsələdir də. Mən olsam vecdənmərəm çox da. Yəni məsəl üçün əvvəldə Əvvəldə- sonra da onu da bilmirəm. Tək məncə yox da, səndə də elədir də. Sən ilk dəfə kimisə gördün, onun xarici görünüşünə baxırsan da, baxmırsan. Ümumiyyətlə mənim fikrimcə hamı baxır. Sənin gözəlliyin, yaraşıqın səni 1-0 qabağa salır. Hansı ki, o bilmirəm nədən əlaqəlidir ki, insanların gözəlliyi anlayışı necə tutaq ki, yarandı. üçlü oyundursa, 1-0 tutaq ki, bir dənə gözəlliyi də etdisə, əlavə 3 dənə müsbəti varsa, sən onları niyə saymırsan ki? Niyə sadəcə deyirsən, gözəllə çirkin yox, necə? Nağarım mən beləyəm, mən oğraşam, nağarım. Baxıram da, nağarım, baxıram. Mən niyə qışqırıram? Bəs səncə, indi pul məsələsinə gələk. Sən fikirləşirsənmi? Bu gözəl qızlar çirkin oğlanlarla puluna görəmi bərabər olur? Hansı məşhurlar çıxdı? Yoxdur, hər insanların dəyərlər sistemi fərqlidir. Cinsə görə də dəyişir, onu demirəm. Sadəcə hər insanın dəyərlər sistemi fərqlidir. Biri nə görə mən deyə bilmərəm ki, bu standart yoxdur ki, deyərsən ki, bu düzdür, bu səhvdir. Yəni ki, hərəsinin öz qərarı var. Amma nə bilim, mənim fikrim bu. Bundan belə çıxır mənim qərarım düzdür. Sənin qərarın düz deyil axı. Yəni ki, Niyə? Niyə? deyirsən ki, Pula baxa bilir, mən Sən gözəlliyə baxamıram. sən deyirsən ki, nə dedin? Çirkin oğlanla gözəl qız yox. Gözəl qızla çirkin oğlan bir yerdə ola yox. Nə dedin? Hə, yaraşıqlı oğlanla çirkin qız bir yerdə ola bilməz. O tam Belə bir ola şey bilməz. demişdin. Demirəm də, inanıram ki 70% belədir. Ola bilər. Nümunə də görürük də, ola bilir. Tək ki bunun sayı azdır. Qıza nisbətən də, hansı ki bezimi çox uzun cümlədir. Çirkin oğlanla qəşəng qızın birlikdəliyi sayı onun əksindən daha çox bilir nə demək istəyirəm. Daş salamıram. Başa düşdüm. Hə. Məncə başa Onun sayı daha çoxdur. Və mənə hələ də bu maraqlı gəlir. Niyə belədir? Səhv başa düşməsin heç kim. Oğlanın bəlkə pulu çox deyə və ya oğlanın nə görür. Dəyərlər sistemi fərqlidir. Hə, onu o demirik. çox Onu maraqlı danışmırıq. məsələdir. Məsəl üçün elə adam ola bilər də. Hə, yəni baxıb oğlandır, Bəli. görür qəşəng qızdır. Bəli. Danışığa başlayıb və danışığı əlbəttə ki bu qız qəşəng deyə başlayıb da. Hələ bilmir bu nə tər adamdır. Və bir neçə gündən sonra, bəlkə 1-2 həftədən sonra görüb ki, bu qız məsəl üçün deyirəm, nümunə verirəm də, qız düşüydü. Aha. Və bunu heç kim öz üstünə şey eləməsin, yəni nətər? Mən götürməyəcəm lazım. Yox, elə götürmə yox. Qızlar elə bilməsin ki, mən qızlara düşüdürəm. O qız düşüydü. Aha. Bildin X dedim. qızı. Aha. Hə. X qızı düşüydü. Aha. Y oğlanı da ki görür bunu. Deyir amma bu qız qəşəngdir. Aha. Və Y oğlanı amma yenə buna baxmayaraq o qızla münasibətini kəsir. Yəni belə Kəsmə dəyərlər sistemi fərqlidirsə kəsməyə bilər. Yəni ki bəlkə onun üçün normal bir şeydir. Yəni insanlar dəyər sistemi fərqlidir. Sənə görə onlar fərqli gələ bilər. Mənə də görə heç normal deyil bu sistem olaraq.
Bəzilərinin görə normaldır. Və dəyərlər sisteminə görə mən niyə mənim fikrim səhv olur? Onu çatmır mənə. Çünki sən genelləmə edirsən, ümumiləşdirmə edirsən. Bu ümumiləşdirmə xətasıdır sənin. Yaxşı yerdən vurdun məni. Ümumiləşdirmə. Çöt oldum. Başqa mən Məncə çox da maraqlı mövzu deyil. mən bəyənirəm bu mövzunu. Hə, ola bilər. Yəni hələ də bu haqqda fikirləşirəm. Çox Mən də yata qabaq bilmirəm. fikirləşmişdim. Mən yatıram gecələr. Mən yata bilmirəm gecələr. Çox pis oluram. Axı niyə Selena Gomez'in sevgilisi belə bu gündədir? Selena Gomez düz elə də qəşəng deyil. Bir şey deyə bilərəm. Ha buyurun. Oy da pis düşdü. Nə deyirsən? Aha, bir şey deyə bilərəm. Bəlkə də Sən onların qəşəngsən. bir strategiyası da ola bilər ki, daha çox gizlənmə strategiyası ola bilər. Məsələn, Kimlərin? məşhurlar demirsən, Aha. tarazlıq olmur da. Tutaq ki, çox gözəlindən çox çirkin məsələn də. Tutaq ki, Oğlan Bu da heç bir- fərqləmir. insanlardan etkiləşim almaq üçün də bir taktika ola bilər. Bir baxma əslində ola bilər. Amma yenə dediyim kimi ümumiləşdirmə eləmək. Ümumiləşdirmə deyil məncə bu, amma ki belə bir taktikadan istifadə edib yüksələ bilər. İstifadə edən ki, dəyərlər sistemi tutaq ki, məşhur olmaq istəyir, məşhurluq üçün belə edir, daha məşhur olmaq istəyir. Bəzən də məşhur olmaq üçün ehtiyac yoxdur da. Düzdür. Daha Düzdür, çox danışılmaq hə, üçün. danışılmaq üçün. Twitterda yəqin ki danışılarda belə birisinin belə bir sevgilisi. Ola bilər. Amma yenə də mən hələ də fikrimdən tam yayınmayacağam. Küçədə eksperiment aparacağam. Belə yaparım. Müşahidə. Və bu haqqda kitab yazacağam. Kitabın Kitabın adı nə olacaq? eyni sözdür inşallah sevinəcəyik. Kitabın adı da və kitabın adı da Aha.